Xocalı soyqırımı. Dünya tarixində bir çox faciələr baş vermiş, kədərli hadisələr yaşanmışdır. Bu faciələr, kədərli hadisələr içərisində Xocalı faciəsi daha böyük və kədərlidir. Əslində, Xocalı hadisəsinin yalnız faciə adlandırmaq doğru olmazdı. Çünki faciə insanların iradəsindən asılı olmayaraq baş verən hadisələrdir. Bəs əslində Xocalı hadisəsi nədir? 1992-ci il fevralın 26-sında nə baş vermişdi? Xocalı hadisəsi təkcə Azərbaycana, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədilər, insanlıq qətl edildi. Tarixdə olmamış yalançı soyqırımını dünyaya təbliğ edən ermənilər Azərbaycan xalqına qarşı əsl soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 366-cı Rus alayının köməyi ilə Xocalıya hücum edən ermənilər yazıq və miskin maskalarını ataraq əsl simalarını göstərdilər. Bu simanın adı bütün vəhşiliyin, qəddarlığın fövqündə duran ermənilikdir. Hələ dünyaya gəlməyən körpəni belə qətl edən ermənilik. Xocalı Dağlıq Qarabağın ən mühüm şəhərlərindən biri idi. Onun böyük hərbi əhəmiyyəti var idi. Qarabağda yeganə hava limanı burada yerləşirdi. Xocalı həm də xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi. Xocalı soyqırımı zamanı erməni cəlladlarının bu qanlı cinayətlərinin üstünü açmaq, onu dünyaya çatdırmaq üçün xalqımızın qəhrəman oğlu Çingiz Mustafayev misilsiz hünər göstərdi. Ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Çingiz Mustafayev o zaman Azərbaycan televiziyasının müxbiri idi. Hadisə yerinə ilk gələnlərdən biri olan Çingiz deyirdi ki, fevralın 28-də hərbi vertolyotla faciə yerinə gəldik. Hələ havada ikən meyitlərlə dolu böyük bir meydan gördük. Yerə enəndən sonra bizimlə gələn polis işçiləri meyitləri vertolyota yığmalı idilər. Lakin polis işçilərinin ikisi bu qədər adamın öldürüldüyünü və meyitlərin eybəcər hala salındığını görəndə dəhşətdən huşunu itirdi. Körpələr, uşaqlar, qadın və qocalar qəddarcasına qətlə yetirilmişdilər. Çoxlarını ailəliklə, hamısını birdən öldürmüşdülər. Çingiz Mustafayevin kamerası qulaqları kəsilmiş, bir neçə uşağı çəkmişdi. Kişilərin başı kəsilmişdi. Tezliklə xarici jurnalistlər də baş vermiş qırğın yerinə gəlmiş və erməni vəhşiliyini öz gözlərlə görmüşdülər. Onlardan biri fransız jurnalist demişdi ki, mən müharibələr, faşistlərin qəddarlıqları haqqında çox şey eşitmişəm. Lakin körpələri, uşaqları və dinc əhalini amansızlıqla qətl edən ermənilər onları ötüb keçmiş, arxada qoymuşdular. Həmin gün 613 nəfər Azərbaycanlı qətlə yetirildi. Onlar yalnız Azərbaycanlı olduqları üçün erməni faşistləri tərəfindən qətlə yetirildilər. 1275 nəfər Xocalı sakini girov götürüldü. Bu cinayət əslində yalnız erməni cəlladlarının adına yazıla bilməz. Cinayəti görmək istəməyən, insan haqlarını şüar etmiş böyük dövlətlər də bu vəhşiliyə şərikdilər. Çünki insanlıq aləmində ədalət məhkəməsi ilə yanaşı vicdan məhkəməsi də vardır. Nə qədər ki, böyük dövlətlər bu cinayətə göz yumacaq, bu onların vicdanına yazılacaq. Gözlərin kör olması insanın duyğularını, mənəviyyatını öldürmür. Vicdanın kör olması isə insanı mənəvi cəhətdən şikəst edir, insanlıq duyğularını öldürür. Xocalıda dinc əhaliyə qarşı qəddarlıq hadisələrinin təşkilatçıları və iştirakçıları olan Ermənistan rəhbərliyi də baş verənləri etiraf etmişdir. Bu amansız etiraf qarşısında dünya birliyinin susması təəccüb və təəssüf doğurur. Xocalı hadisəsi tariximizə yalnız faciə və soyqırım olaraq yazılmamışdır. Xocalı həm də qəhrəmanlıq salnaməsidir. Xocalının az sayılı müdafiəçiləri düşmənin təpədən dırnağa qədər silahlanmış qoşununa qəhrəmancasına müqavimət göstərmişdir. Xocalı hava limanını müdafiə edən dəstənin komandiri Əlif Hacıyev və Milli Ordunun komandiri Tofiq Hüseynov Xocalı uğrunda döyüşlərdə şəhid olmuşlar. Onlar Azərbaycanın milli qəhrəmanlarıdırlar. Xocalı faciəsinə əsl tarixi və hüquqi qiyməti ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev vermişdir. 1997-ci il 25 fevral tarixli sərəncamı ilə Xocalı faciəsinin bəşər tarixində qara ləkə kimi qalacağını bildirən və ona bütün insanlığa qarşı cinayət kimi qiymət verən Prezident Heydər Əliyev hər il 26 fevral saat 17:00-ı sükut dəqiqəsi elan etmişdir. Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının yaddaşında və dünya tarixində kədər, matəm rəmzi olaraq qalacaqdır. Tarixdə şəhid şəhər kimi anılacaqdır.
Bakının mərkəzində, Xocalı prospektində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır. Bu abidə xalqımızın müqəddəs and yerlərindən biri hesab olunur. Biz qəddarcasına öldürülmüş, işgəncələr verilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı faciəsini unutmayacağıq. Tarix bu vəhşiliyi bağışlamayacaq.